Salam əziz abituriyentlər, bugün izah elədiyimiz mövzu kontravers mövzusudur. Diqqətli olaq, sadə mövzudur, ən çox düşən mövzudur. Həm 9-lara, həm də 11-lərə mütləq ki düşən mövzudur. Məni üstə gəl, isim cəm. Yadda saxlayırıq ki, məndən sonra hər zaman isim gələcək və gələn isim mütləq ki cəm olacaqdır. Maç. Üstə gəl isim, tək və təbii ki sayılmayan. Davam edirəm. Elotov, Lotsov, Plentov. Eyni xarakter və eyni şəkildə tərcümə olunurlar. Çoxlu mənasındadır. Və üstə gəl sayılırsa cəm, yox sayılmırsa tək isim gələcək. Davam edirəm elotla. Çox deməkdir, çoxlu deyil, çox deməkdir. Özündən əvvəl feil tələb edəcəkdir. İsim gəlməz. Davam edirəm. Few, a few. Üstə gəl. Sayılan, cəm. Few tərcümə olunur lapas. A few isə müsbət xarakter daşıyır və olacaqdır biraz. Yenə deyirəm, few lapasdır, a few isə birazdır. İkisindən də sonra yadda saxla ki, mütləq ki cəm tələb olunacaqdır. Little və a little. Üstə gəl, sayılmayan, tək. Tərcüməsi az və biraz. Yadda saxlayırıq ki, yalnız az biraz mənasında sayılmayan tək gələcəkdir. Tutalım ki, little tərcümə olunur balaca mənasında. A little həmçinin balaca mənasında. Bu zaman little'dan sonra cəm isim, a little'dan sonra isə tək sayılan isim gələcək. Example versəm, a little boy, balaca bir oğlan və yaxud da ki, little boys deyə bilirəm. Lakin yuxarıda çəkdiyim nümunədə isə, verdiyim modeldə isə yalnızca az biraz mənasında tərcümə olunacaqdır. Davam edirəm. Several bir neçə deməkdir. Üstə gəl, isim hər zaman cəm olmalıdır. Hər zaman, istisnasız şəkildə. Bunu heç vaxt unutmayaq. Gedirəm only-yə. Üstə gəl, mütləq e tələb edəcək. A few-dur, tutalım ki, təbii ki, cəm isim. Və gedirəm növbəti only-yə. Üstə gəl, a little. Üstə gəl, tək, sayılmayan. Əmulu nesnonim olaraq da yeni topluya just salınıbdır, sadəcə deməkdir və justdan da sonra a artiklı gələcəkdir. Just a few hours. Rahatlıqla a few, üstə gəl ismimi cəm verə bilirəm. Və yaxud da ki, just a little time.
E-ni unutmayaq. E-lə onludakı kimi. Davam edirəm. Some, enough. İkisindən də sonra üstə gəl sayılan cəm və sayılmırsa tək isim gələcək. Diqqətli ol ki, enough burada isim tələb edir. Some'dan sonra isim. Sayılandırsa cəm, yox əgər sayılmırsa, bu təqdirdə təbii ki, tək və tək isim gələcəkdir. Sayılmayan isim rahatlıqla istifadə oluna bilir. Example versəm, some people deyirəm və yaxud da ki, some money deyirəm. Və yaxud da ki, enough people deyim, enough money deyim. Fərq etməz. Eyni xarakterlidirlər. Yadda saxlayıram very. Çox mənasındadır. Və özündən sonra article və ya another və ya isə gəlməz. Ən çox article ilə çaşdırırlar uşaqları. Onu yadda saxlayıram ki, so'dan sonra ya sifət gələcək, ya da zərf gələcək və heç bir təqdirdə isim gəlmir. Birbaşa so'dan sonra sifət və ya zərf gələ bilir, isim heç bir zaman gələ bilməz. Article təbii ki, gəlməz. Bəs so'dan sonra nə gəlir? So'dan sonra rahatlıqla dedik ki, sifət və ya zərf gəlir. Tutalım ki, adjective verirəmsə, yəni sifət verirəmsə, so nice deyə bilərəm, rahat bir söz. Və yaxud da ki, zərf gəlibsə, üstə gəlir so heavily deyə bilərəm. So'dan sonra dedik ki, isim gəlməz, lakin müəyyən hallar vardır ki, o təqdirdə mümkündür. So many, so much, so few və so little. Many'dən sonra təbii ki, cəm isim ver. Much'dan sonra təbii ki, sayılmayan tək. Few'dan sonra təbii ki, cəm isim ver. Little'dan sonra təbii ki, tək sayılmayan ver. Bu qədər sadədir material. To'ya gedirəm. Hədsiz dərəcədə mənasını ifadə edir. Və article gəlməz. To'dan sonra ya sifət gələcəkdir, ya da zərf gələcəkdir. Amma isim gəlməz. Yadımda saxlayıram ki, too many, too much, too few və too little ifadələri mövcuddur. Bu təqdirdə many gəlibsə cəm isim ver. Much gəlibsə tək isim ver, sayılmayan əlbəttə ki. Few gəlibsə cəm isim ver. Little gəlibsə tək sayılmayan.
Bu məqamda mən saçın ardıcıllığını demək istəyirəm. Saç üstə gəl. EN artiklı. Üstə gəl sifət. Və üstə gəl isim. Tək və sayılan. Təsəvvür edək ki, isim cəmdir. Bu zaman EN düşəcək. Təsəvvür edək ki, isim sayılmır. Təbii ki, bu zaman EN yenə də düşəcək. Qayda çətin qayda deyil, sadə qaydadır, rahat qaydadır, biləcəyiniz qaydadır. Sadəcə olaraq biraz diqqətli olmaq lazımdır bu qaydada ki, öhdəsindən gələ biləsiniz. Əlavə edəcəyim bir şey varmı deyə baxıram. Bu təqdirdə toplunu açmaq istəyirəm ki, ola bilər ki, nəyisə mən yaddan çıxarda bilim. Və düşünürəm ki, yaddan çıxaracağım bir şey qalmayıbdı burada. Hamısı barədə informasiya verdi. Sadəcə olaraq inafın bir məqamını vurğulamaq istəyirəm mən. Çünki 9-cu sinif testlərində inafın həmin o məqamını onlar da vurğulayıblar. Yadda saxlayıram ki, bax bu inaf özündən sonra isim istəyirsən, bu sayılırsa cəm, bax sayılırsa dedim, yox sayılmırsa tək isim olacaq. Bu isimlə işlənmə qaydasıdır. Yoxsa bir də qayıdıb inafı sifətlə də görə bilirsən. Bu zaman yadda saxlayıram ki, ardıcıllıqda sifət üstə gəl inaf görməlisən. Məsəl üçün, old inaf. Və yaxud da ki, zərflə görürsən. Təbii ki, zərf üstə gəl inaf ardıcıllığına getməlisən. Yəni, yadda saxlayıram ki, mən inafı heç bir təqdirdə qarışdırmamalıyam. Nə ilə qarışdırmamalıyam? Onun isimlə işlənmə funksiyasını sifət və ya zərflə işlənmə funksiyasından fərqləndirməyi bacarmalıyam. Yadıma düşdü ki, mən enamorf vurğulamalıyam burada. Üstə gəl isim cəm. Və üstə gəl xəbərcəm. Xəbərin cəm olması nədir? Are, were və ya have və ya s-in indiki zamanda işlənməməsidir. Bəs enamorfa getsəm, üstə gəl isim cəm və üstə gəl xəbər tək olacaqdır. Xəbərin tək olması is, was və təbii ki, has'dir. S qəbul edəcəkdir əgər indiki zamanda və ya es qəbul edəcəkdir əgər indiki zamanda feil təkdədirsə. Baxıram növbəti məqamda, bəli, mən mütləq ki, izini qeyd edeyim. İzir həmçinin deməkdir. Və yadda saxlayıram ki, həmçinin mənasında ezir cümlə sonunda və inkar cümlələrdə işlənir. Example versəm deyirəm ki, he won't come either. Vəssalam, bu qədər sayda.
Çətin bir şey düşünürəm ki, yoxdur və vərəqləyirəm ki, bəlkə nəyisə unutmuşam. Düşünürəm ki, heç nəyi unutmamışam. Testlər üzərində izahlar da vermişəm. Rahat şəkildə oradan izləyin mütləq ki, testləri. Və testlərinizi, həm testi mükəmməl etməyin üsulu bax nədir? Təbii ki, sən qayda izahına baxmalısan. Qaydanı da oxu izaha baxandan sonra və daha sonra get testinə. Testi işləyə-işləyə gördün ki, hardasa sən yenə çaşırsansa, hər hansısa bir tərəddüdlü məqamların vardırsa, bu təqdirdə bir zəhmət suallar verə bilərsən. Məsəl üçün, qrupa WhatsApp sualları göndərə bilərsən. Bu mənim üçün acceptable-dır. Və yaxud da ki, araşdırmalar apara bilərsən. Yəni, məsəl üçün, qaydanı oxudun və yaxud da ki, bu şəkildə video izaha baxdın və yaxud da ki, testlərə getdin və yenə də nəsə anlamırsansa, müəllimlə irtibat qura bilərsən. Burada bir məqam var, o məqamı da deyim. Mən bilirəm ki, EN bərabərdir 1-ə və o da bərabərdir ən azaya. Və təbii ki, isim tək və mütləq ki, sayılan gəlməlidir. Yadımda saxlayıram ki, bax bu this, that. Biz bunu əvəzlikdən də keçmişdik, amma yenə də vurğulamaq istəyirəm. Üstəgəl isim mütləq tək gəlməlidir. Və yaxud da ki, yadımda saxlayıram ki, this və those. Bunlar onların mənasını ifadə edən. İsim mütləq hər ikisi üçün cəm gəlməlidir. Bu məqamlar vacib məqamlardır həqiqətən də. Və yenidən nəzər yetirirəm ki, ola bilər ki, nəyisə mən unudam. Bəli, unutduğum məsəl üçün məqamlardan biri mən burada AZ-yə aid test görürəm. AZ-dan sonra yadda saxlayıram ki, biz buna əvəzlikdə demişik, amma yenidən deməliyəm. AZ-dan sonra yadımda saxlayıram ki, 99% halda isim cəm gələcəkdir. Yox, əgər sən orada no other və ya what other və ya some other və ya any other ifadələri gördünsə, bil ki, bu ifadələr tamamilə acceptable ifadələrdir. Bu təqdirdə sən cəm isim, tək isim, sayılan və sayılmayan verə bilirsən. Example versəm deyirəm ki, no other person. Başqa heç kim. Və yaxud da ki, no other people. Başqa insanlar yox və yaxud da ki, no other information. Başqa heç bir informasiya. Yəni, belə çıxır ki, mən no azı birləşməsində rahatlıqla tək isim, cəm isim, sayılmayan isim verə bilirəm. Bu qədər sadə. Burada S verilibdir. S barədə də informasiya verim. S yadımda saxlayıram ki, daha şəklində tərcümə olunur. Və S-in işləmə qaydası sual əvəzlikləri. Və törəmələrdir. Yəni deyirəm ki, sual əvəzlikləri derkən məhz hansı sual əvəzliklərini deyirəm? What else? Who else?
whereas. Vəssalam, sənə düşən bax budur. Bunları yadında saxla. Testdə sən bunları görəcəksən yalnızca. Və bir də ki, törəmələr. Məsəl üçün deyirəm ki, somebody else. Və ya nobody else, anybody else tipli ifadələri sən görə bilərsən və bu təqdirdə yadda saxlayıram ki, bəli, else məhz istifadə olunur sual əvəzlikləri ilə və törəmələrdən. Qeyd edeyim more. Biz bilirik ki, more daha şəklində tərcümə olunur və özündən sonra isim istifadə edir. Əgər bu isim sayılırsa, cəm ver. Yox, əgər isim sayılmırsa, tək ver əlbəttə ki. Eynən enoughla some'un xarakteri burada da özünü göstərir rahatlıqla. İsim sayılırsa, cəm verəcəm. Sayılmırsa, tək verəcəm. Yadımda saxlayıram ki, some more ifadəsi mövcuddur. Some azı ifadəsi mövcuddur. Sadəcə olaraq burada diqqətli olacağım məqam odur ki, some'dan sonra article gələ bilməz heç vaxt. Və ya another gələ bilməz. Some azı ifadəsi olacaqdır, some more ifadəsi olacaqdır. Və yaxud da ki, no'dan sonra no azı ifadəsi mövcuddur, rahatla istifadə olunur. Və ya any other ifadələri rahatlıqla istifadə olunur. Amma yadımda saxlayıram ki, no another ifadəsi heç vaxt olmaz. Çünki no'dan sonra an artiklı gəlməz. Another da bərabərdir an artiklına. Qayda bu qədər sadədir, çətin bir şey yoxdur. Sadəcə istədiyim odur ki, biraz diqqətli olasınız. Sən orada quantifierslər mövzusunda neither ifadəsini görə bilərsən. Heç və ya heç bir mənasını ifadə edir. Bil ki, inkarda və neither olan yerdə ikinci inkar gəlməz. Either olan yerdə isə mütləq ki, inkar gəlməlidir qarşısında. İnkar cümlələrdə istifadə olunur. Həmçinin mənasında cümlənin sonunda. Toplaya baxıram ki, nələri unutmuşam və düşünürəm ki, artıq unutduğum bir şey yoxdur. Lazım olan bütün məqamları vurğuladım mən. Sadəcə olaraq qalıb ki, baxasınız, diqqətli olasınız, testlərə gedəsiniz. Vəssalam, bu qədər sadə. Hər kəsə uğurlar arzulayıram.